Elə insanlar var ki, onların həyatı fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur. Başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, saadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması genofondudur desək, səhv etməliyik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında gözəl insan, Gəncə Daşkəsən Regional Mədəniyyət İdarəsi, Goranboy rayon Rövşən Qarayev adına Xankərmən kənd Uşaq Musiqi Məktəbinin direktoru Faiq Hüseynovdur. Faiq müəllim öz işinin peşəkarı bir insandır. Dövlətə, dövlətçiliyə, xalqa, millətə, ulu öndərin ideyalarına və onun siyasi kursuna hər zaman sədaqətlə xidmət etmişdir. Şükürlər olsun ki, bu tendensiya bugün də davam edir. Onun həyat salnaməsinə nəzər salında görürük ki, o hər zaman işinin öhdəsindən layiqincə gəlmiş, həm rəhbərliyin, həm də rəhbərlik etdiyi kollektivin dərin hörmət və rəğbətini qazanmışdır. Prezident İlham Əliyevdən nümunə götürən Faiq müəllimin böyüklüyü onun sadəliyində, insanlara insani münasibətindədir. İnsanlara maksimum diqqət və qayğı ilə yanaşır. Onların problemini həll edərək onların dövlətimizə və prezidentimizə inamını artırır. Faiq müəllim öz işinin peşəkarı bir insandır. Faiq müəllim Ulu Öndər Heydər Əliyevin siyasi kursuna hər daim sədaqətlə xidmət etmişdir. 10 may Ulu Öndərin anadan olmasının 102-ci il dönümü münasibəti ilə Faiq müəllim təbriklərini ünvanlayır. Azərbaycan tarixinin önəmli bir dövrü 20-ci əsrin ikinci yarısı, 21-ci əsrin başlanğıcı Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanlı olması ilə daim qürur duyan bu böyük şəxsiyyətin həyatının 40 ildən artıq bir dövrü ölkəmizin tərəqqisi naminə apardığı mübarizəyə həsr olunub. Ümumilli lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərin bu arzusunun və vəsiyyətinin onun layiqli davamçısı, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev yerinə yetirdi. Azərbaycan inkişaf prosesinin əsasını qoyan, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev xalqımızın qəlbində hər daim yaşayır və yaşayacaqdır. Allah rəhmət eləsin.